Bəzən dostum deyir Orxan, birində adi bir proqramistdir. Bir iki sayt qurmur. Orxan süni zəka bizi əvəz edəcək. Deyirəm qardaş, səni əvəz etmək üçün süni zəkaya ehtiyac yoxdur. Səni balaca uşaq da əvəz edə bilər artıq 20 yaşında. Uşaq yox, bir gənc də əvəz edə bilər. Çox yaxşı motivasiya verir yeri gəlir. Yəni neqativ motivasiya daha effektiv olar. Yəni süni zəka ilə bağlı süni zəka necədir? Özünü kopyalayırsan, öz həyat amalını süni zəkaya verirsən. İnsanın zəif xüsusiyyətləri nədir bizim beynimizin? Özünüzə baxın, görəcəksiniz ki, ən zəif xüsusiyyəti qərar vermədə ehtimal ki. Biz qərar verə bilmirik. Bu işə başlamayım. Prokurorluqda qalım çıxım. Bu bütün hamının problemidir. Polisə imtahan verməyim. Sən özünü ChatGPT-yə təqdim edə bilərsən ki, ChatGPT bu mənim həyatımın məqsədi budur. Mən 80 yaşında öləndə bu əhvalatı danışmaq istəyərdim hər kəsə. 80 yaşın var, yataqdasan, deyirsən ki, mən həyatımı belə yaşadım, ideallara falan. Deyirsən, mən bu insanam. Bundan sonra mənim qərar seçməm qalanda bu insanın prizmasından qərar verəcəksən. Amma o sözü kim dedi? Mən dedim də ona da. Rəqibimi də görürsüz, beynimi uzatdım.